Mənim şəhidadələrim, yeganə bir övladım var idi, Elmar İbrahimov. 44 günlükdə könüllü getdi, su qoşanda şəhid oldu. Mənim şəhid ailələrim, Nizami Gəncəvi deyir ki, oğlum, vəkilmi, deputatmı, jurnalistmi, alimmi? Bu dünyanın ən böyük sualı budur. Ahirette ne yaparsan? Ahirette ne olacaksan? Allah Kur'an'da deyir ki, mən sizə bir şey versəm, bütün dünya tökülüb gəlsə ki, onu sizə verməyim. Verə bilməz. Mən sizə bir şey verməsəm, bütün dünya tökülüb gəlsə ki, onu sizə verim. Gücləri çatmaz. Məni yaşadan, məni sakitləşdirən Qur'andır. Mən Qur'ana görə yaşayıram, arzularımı onda bastırmışam. Heç vaxt demirəm ki, mənim böyük dərdim var. Mənim də böyük bir Allahım var, o həmişə mənimlədir. Mənim bütün dərdlərimi Allah bilir. Üzülən ürəyim şəhid balalarınıza qurban, analarım, Elmarıma qurban. Mən də anayam, dözmürəm, inanın. Özümü təmkinli göstərirəm. Allah köməyiniz olsun, təşəkkür edirəm oğlum. Sizlərə çox sağ olun.